Şanxay səyahəti başlasın. You bring me down for all to see, then switch it up and treat me right. You promise sun, but you bring rain. I still love what you do to me. The highest highs, the lowest lows. Sıran tapdım buradadır sırada. Deva belə bir yerdədir. Tamlıq gözləyir. 5-10 dəqiqə gedəcəm ora çatacağım. Deməli çıxdım pasport kontroldan. Arsada bir yarım saat 40 dəqiqə zat çəkdi, gözlədim xeydən. Hamısı Çinli idi demək olar. Hindustar zatlar da var idi. Burada da harca bir 2 saat zat gözləyəcəm. İnşallah Allahın izniyle ondan sonra uçacağım Çinə. Deməli burada maraqlı belə şeylər var. Dutifridə, duxlardır, kosmetikalar. Bizlik deyilik. Bizə lazım olan maksimum ola bilər su. Su da çarşı da burada mağazinə götürmək lazımdır. Ya da ki o bankomatlar oldu, hansı ki pul ödəyirsən verir, bax elə bir şey. Beşə maraqlı yer. Bəyəndim buranın tutifrisini. Deməli telefon üçün zaryatka götürdüm. Arendalı, elə bir girməmişdən əvvəl. İndi də axtarıram, tapamıram. Deyək belə getsəm məndən Çinə gedəcəkdi bu zaryatkalar var, hep beləcə power banklar. Onu götürmüşəm. İndi axtarıram, tapsam indi göstərəcəm. Deməli adapter budur. Belə bir adapterdir. Tapdım yerində, yeri də buradan. Baylar həmin burada olur, belə yerdə. Buradan taxacam birazdan, indi hələ biraz yıxsın. Qəşəng aeroportu bəyəndim əslində. Qardaşım dirəşib bəyəxlarım ki, deyir ki, tapanmayasan, mən deyirəm, tapacamdan narahat olmayacağım. Deyirdi, pasport kontrol yerindən sonra deyirsən olmur. Yəni çətin tapılır. Amma axır ki, tapdım. Biraz yıxsın, bir 100% olsun, telefonda indi 87%'dir. Powerbank'ı da götürdüm. Tam olandan sonra, ondan sonra keçirdəcəm. 8 saat zat yatacağım ya da film izləyəcəm, yiyəcəyim. Ondan sonra olacağım Wuhan şəhərində. 1 saat yarım qalıb uçmağıma. Gözləyirəm gözləmə salonunda. Suyu da aldım. Adi bu su yəni mağazinlərdə 50 rublaca satılır. Burada isə bu su harasa satıldı 200 rubla, 200 rubla olmuş. Bəncə elə fikirləşirəm ki, yəni bu səyahət həqiqətən də yaxşı gələcəkdi mənə. Çünki 4 il zada olar Türkiyə, Moskva və Azərbaycandan başqa yerlərə getmirəm. Həmişə də yəni belə xəyalım oldu ki, harasa başqa ölkələrə gedim və nəhayət ki, indi hal-hazırda elə bir fürsət tapdım. Fikirləşirəm ki, bu Çin səyahəti yəni mənə faydalı olacaqdır. Nəsə yeni bir şeylər öyrənə bilərəm və ümid edirəm ki, yaxşı olar. The highest highs, the lowest lows. You take me to every extreme. Can't get enough. Please let me be. But I love what. Deməli gəldim, çatdım Wuhan'ın aeroportuna. Yəni eyni elə bir Heydər Əliyev aeroportundayım. Hələ ki dəyişən bir şey yoxdur. Buradan transfer eləməliyəm. Burada 4 saat, 5 saat gözləyəcəm. 4-5 saat sonra transfer eləyib uçacağım Şanxaya. İnşallah. Göstərim buraları biraz. Bu həmin o Wuhan aeroportudur ki, hansı ki koronavirus başlamışdı. O aeroportda transfer eləməliyim. Deməli burada Çinə gəlməmişdən əvvəl burada QR doldurmalısınız aeroportda. QR dediyimiz immiqrasiya talonu kimi bir şeydir. O talonu doldurmuşdum mu? Mənə QR verdilər, elə bunu göstərməliydim. Burada hamı doldururdu. Təəssüfdən mən də ki powerbank götürmüşəm özümdən, doludur. Amma powerbankın şnuru yaddan çıxıb Moskvada. Telefonda zaryatkası öldü. Zaryatkası olmaz. Okay. Deməli bayaq çəkirdim. Heç nə orada sərhəddə duran oğlan gəldi, yaxınlaşdı ki, kamera ilə çəkmək olmaz. Mən də zaryatkam ölmüşdü. Heç nə sərhəddə o QR kodu göstərmək lazım idi.
Təzən nə edeyim? Mən də adaptörün şnurunu evdə qoymuşam. Təzən orada gördüm ki, planşetlər var, hansı ki, elə bir registrasiya eləmək üçün, yəni registrasiya dediyim talonu doldurmaq üçün verilən planşetlərdə adaptör var. Tez onu çıxartdım, oradan öz telefonuma taxdım. Sırada çox idi, həddindən artıq çox idi. Elə mən sıraya gözləyənə qədər rezalyat qıyıqda artıq 70% oldu. Yine gedirəm Şanxay tranzit reisimə gözləməyə. Deməli, Wuhandayam, aeroportdayam. Aeroportda belə şeylər var, aparatlar. Hansı ki, burada elə bir soyuq su və isti suyu götürə bilərsiniz. Yəni. Nə qədər siz götürərsiniz, pulsuz. Buradan stəkan götürürsünüz. Buradan da ki, soyuq və isti suyu götürə bilərsiniz. Qardaş, gedirəm öz 57A yeri axtaram, tapım görüm harada dəqiq. Ondan sonra acmışam, istəyirəm gedim biraz yemək yiyim. Bunlarda da üstünlük 80-70% donuz ətləri olur. Ona görə fikir verim, donuz əti olmaz. Yəni haram yeməyək də. Maraqlıdır, mən bəyəndim. Bir də belə bir şey var burada, yəni çıxanda çox adam yəni burada insana təklif eləyir ki, yəni vaxtım var hələ, gəl restoranımızda otur. Yəni bu təklif elədikləri restoranlarda bahalı olur. Yəni sizi yəni burada cəlb edirlər ki, siz gedib orada oturasınız, yəni pul xərcləyəsiniz. O da həddindən artıq bahalı bir restoranlardır. Özünüz bilirsiniz, aeroportda olan restoranlar ucuz olmur. Yəni məsləhət görməm. Mən yaxşısı yəni belə zabiqa şey kimi də, belə dönərxana kimi yer tapın burada, əgər çox acıqsa ya da postomatlar olur. Postomatların yanına gedirsiniz. Oradan misal üçün götürmək olur. Nə istəyirsinizsə də. Qızdan soruşdum, qız köməkçi oldu, sağ olsun. Dedi 44-cü yerə getməlisən. Telefonda hansısa proqrama girdi, baxdı, dedi 44-ə get. Oradan uçacaqsan. Dedi, bula səhv gəlibsən, bura deyil. Qayıt əvvəlki yerə. İndi qayıdıram əvvəlki yerim. Deməli aldım. Bir dənə powerbank üçün adaptör şnuru aldım belə. Buna harca verdim 13 yuan. Bir də su aldım. Ona da deyən 17 yuan verdim. Açıq 7-Eleven-də çox da çeşid yox idi bunda. Ona görə bilmədim nə götürüm. Ona görə oradan çıxdım, indi axtarım, görüm başqa nə ala bilərəm yemək üçün. Amma əsas oldu, bateriyanı aldım, уже всё. Yəni powerbank üçün şnur var məndə. Deməli getdim Çin mətbəxində bayaqlarım lapşa yedim, yəni vermiş el yedim. Mən özümdən biraz bəhs eləyim. Mən deməli Moskvada restoranda işləyirəm. Aziya mətbəxində. Mən özümdə lapşadır, roldur, suşudur. Bunların hamısını edirəm mən özümdə. Bunu da çıxardım, yoğurdum mən. Onların özüm də edirəm onları. Yəni bilirəm də təqribən necə hazırlayır. Yumurta misal üçün biraz yaxşı olmalıdır, sərt olmamalıdır. Lapşanın özü çox belə yumuşaq olmamalıdır, bişməməlidir, tam bişməməlidir ki, al dente olmalıdır ki, yəni insan onu yeyəndə yəni belə palçıq kimi olmasın da. Mən indi fikirləşdim ki, bura gəlmişəm, burada yəni əla bir şey yeyəcəm. Əla bir lapşa yeyəcəm, əla bir noodle yeyəcəm. Girdim, nə bilim, nə qatıblar, acılı yenə vurdu, acılığı var idi. Bir də elə bir, normalda elə bir mal əti zakaz elədim, lapşanı. Mal ətini yedim, mal əti lapşa pis döydü. Yanında nəsə bir şey vermişdi, belə qeyri-adi bir otuydu, nə idi, heç bilmirəm, ot. Yəni elə bir ot bəlkə də yoxdur, ot da öyle, nəsə başqa bir şey idi. Onun da dadına baxdım. Sonra da yanında belə bir stəkanda şey vermişdilər. Elə bir südü qardalı ilə elə qarışdırıb mikserdən vurmuşdu, elə bir sup fason eləmişdilər. Elə bir kokteyl idi, nə idi, kokteyl idi, supu idi, içdim. Başa düşülməz bir şey yedim, içdim, bilmirəm. Amma ümid edirəm ki, içində yəni haram bir şey yoxdur, yəni donuz əti və ya da ki, donuz yağı. Yəni mən özüm normalda yemirəm, mən özüm namaz qılıram deyə çalışıram ki, elə şeylərdən qaçım. Yəni burada. Düz istəmsizcə bəlkə ola bilər, amma bacardığım qədər istəyirəm ki, onlar olmasın. Yoruldum mu? Yoruldum, çox yorulmuşam. Bəlkə də bir 9 saat yol uçmuşam indi hal-hazırda. Hələ gözləyirəm. Açıq heç öz yerimi bilmirəm hardadır. Yəni indi hara getməliyəm. Belə bayaqdan fırlandım, çat belə getdim, çat belə gəldim. Hələ də tapamıram. Burada da ki, kağızda yazılıbdı ki, elə bir görürsüz də burada. Qoy belə göstərim. Burada karoç yazır 57A, yəni elə bir oturmaq yeridir. Mən də ki yuxarıda qeyti oxumuram, yəni qapı. Sən də qapının qarşısında heç nə yazılmıyıbdı burada. Mən də ki bayaqlam getdim orada 50-də oturmuşam, sonra gördüm 59 gəldim bura, fırlamışam. Aeroport yekə aeroportdur. İstanbul kimi böyük aeroportdur. İndi gəlib 59 oturmuşam, baxıram yazılıbdı ki Seat 57A. Yəni oturacaq 57 adda elə bir gedib samolyotun oturacağında 57 adı. Baxıram ki, qapının üstündə nömrə yazılmışdı. Mən dedim elə gəlib elə burada oturum biraz video çəkim elə sizlə. Ən azından danışımda nələr elədim. İndi gedib bir yanında bir oğlan var elə. Hansı ki indi şey eləyir, milləti buraxır o birisi samolyota. Gedib ondan soruşacağım görüm o mən hara getməliyəm bunu. Gedim mən də.
Gəldim Şanxay aeroportuna. İndi bagajımı tapamıram. Bagaj yeri hardadır, yəni bagaj götürürlər, yox. Çox heç aeroportu. Həddindən artıq keçədir. Elə gedirəm, hələ də satamıram. Bayaqdan incə restoranlar, nə bilim, qızıl satılan yerlər çıxır qarşıma. Hələ ki bagajla əlaqəli heç bir şey yoxdur. İnşallah taparam bagajımı da. Deməli bagajı hələ də tapamamışam. Bayaqdan aeroport fırlanıram. Kimə nə deyirəm? Deyir arrival, go ahead. Yəni get deyir, elə bir o hansı ki samolyotlar düşüblər. Strelka ilə get, daha doğrusu burada elədir. Deyir bu strelka ilə get. Hə deyir bu strelka ilə get, çat deyə görəcəksən. Mən deyirəm ki, gedirəm, deyirəm, aeroport yəni böyükdür da deyirəm. Deyirəm, imin yeri hardadır, mənə yerini deyən, xəritə də var da orada. Maalesef deyir ki, yəni deyir, Erevala deyir, get çat, ondan sonra deyir, orada görəcəksən. Və yaxud da Erevala çatdığım yerə getdim, aşağı düşdüm ki, bir də metroya çatmışam. Elə metro ilə minib, şəhərin içinə gedə bilərəm. Mənə sumkam hələ yoxdur, axı gedəcəm. O görə tapa biləm, inşallah taparam. Belə. Aeroport da belədir, çox geçər. Həddindən artıq. Hələ ki Erevala gedirik. İnşallah çataram. Amma kimsə tutdular arxada deyil. Bunların yazıları. Deməli, axırki tapdayım. Şanxay aeroportuna gəlsəniz bilin ki, bagajı sizinizə ala bilərsiniz. Ancaq düşürsünüz birinci mərtəbəyə. Yəni 2-də olursunuz siz gələndə birinci mərtəbəyə düşürsünüz. Birinci mərtəbəyə belə bir metroya minirsiniz. Belə bir metrodur. Belə. Ondan sonra bir astanokya sonra çıxırsınız, orada bagajınızı götürürsünüz. Çox qəribə bir aeroport. Deməli, başlayaq sizə room turdan. Gəldim, çatdım artıq evdəyəm. Room turumuz başlasın. İndi sizə otağı göstərəcəm. Qaldığım otaq. Bura ortalama Azərbaycan pulundan 5 gün, 6 gün, 5 gecəyə verdim aşağı yuxarı 150 manat arası. Gündəlik arasında bir 25 manat gəldi. Bir otaqlı otaqdır Şanxayda. Adresi qoyacağam, baxarsınız harda olduğunu. İndi isə room tura keçək. Deməli, burada nələrimiz var? Burada təbii ki də belə bir aynamız var. Aynada bax belə bir işıq var. Bu nədir? Bilmirəm. Bir də belə bir şey var. Oho. Qolda sözün deyir. İşığı var. Bu nədir bilmirəm. Belə bir işıq var. Qoy dursun. Deməli, bura asılacaq qoydum. Sarışqan ayaqqabı burada. Burada bir dənə deməli, diş fırçası verdilər. Burada salfetkadır. Bu haçardır. Girmək üçün yəni bunu belə basırıq. Tıkın açılır. Bu isə hamamdır. Hamam ən fantastik olan bir şeydir. Hamamdır. Buna baxın. Tuvaletə bax. Görün. Öz-özünə açılır. Öz-özünə açılan ayaq yolu. Gözəldir, məhribalar var. Belə. Buradan çöl görsənmir açığı. Burada belə bir çəpər var. Burada içəcəklərdir. Belə bir planşetimiz var. Sənətdir. Belə bir yekə bir televizor var. Ləzzətlidir. Çox bəyəndim otağı, dəyər. Yəni Şanxaya gəlsəniz gəlin. Bir də belə bir xaldeniyemiz var. 2 dənə buraya içəcək qoyublar. Başqa heç nə. Buranı doldura bilərik. Burada belə bir heykəlimiz var. Çox düşünür. İndi gedirəm çölə. Acından ölürəm, gedim bir şeylər yeyim, görüm nələr atışdıra bilim. Otelimiz belədir. Oteli göstərəcəm indi. Yəni açığı dəyər. Resepsiyondur. Çox mülayim insanlardır bunlar. Bəyəndim özlərini. Çöldə bayaq yağış yağırdı. İndi bilmirəm yağış yağır yoxsa yox. Acından ölürəm. Şəhər belə gecə vaxtı düzdür. Çox da belə wow görsənmir. Amma çox böyük binalar var da. Belə bir təqribən görürsünüz də yəqin ki. Mən açığı görsənmirəm çox da. GoPro gecə vaxtında yəni çox da yaxşı şəffaf çəkənmir. Amma indi birazdan yəni işıqlı yeri keçəcəm, onu da yaxşı görsənəcək. Deməli gəldim, bir dənə belə bir menüsü var. Yəni belə yeməklər verirlər, tomyan zaddır, belə yeməklərdir. Öyrəşməmişəm belə yeməklərə. Düz özüm bişirəm, amma bu qədər də yox, bilmir bu nədir. Bu yaşıl nədir heç bilmirəm. Hə, nəsə ora girmədim. Düz ora girmək istədim, gördüm orada nəsə belə halallığa oxşayar bir şey yoxdur. Dedim mən yaxşı oradan çıxım, biraz qarşıya gedim, orada bir ticarət mərkəzi var. Deməli 7-Eleven axtarıram. Açığı şəhəri yəni elə bir yerindəyəm ki, burada heç görmürəm mən 7-Eleven. Yəni axtarmaq lazımdır. Sağa sola gedirəm, hər yer qaranlıq. Qoyum tapsam girəcəm. Deməli burada belə sneklər var. Oreolardır, fərqli. Snickers ilə bizdəki oxşur Snickers, M&M'sdir, Dog şokoladlar, makadamiya. Maraqlı Snickers, cipslər də çox maraqlıdır. 7 yuan. 7 yuan, yəni 70 rubl, azsa bir modeli gətirəcəklər yəni. Bunlardan götürmək istəyirəm. Bunlardan birini götürəcəm indi. Bu nəylidir? Red meat, qırmızı İtalyan əti. Bu nəyli? Bu deyilək kartoşkalıdır. Bu nəsə acılı bu. Bu barbekü grillidir. Bundan götürəyim də barbekü grill.
Yəni bundan götürdüm. Bunu pop eləyəcəm indi birazdan. Yəni o belə udonlar var. Açığı elə bir bütün hər şey yığışdırıblar, heç sən qalmıyıbdı yəni. Rəflərdə. Yəni bunu götürdüm. Yəni bu nədir? Belə krevetka var. Bunu krevetka götürmək istəyirəm. Açığı bilmirəm burada nə yeyim, çünki buradakı olan şeyləri heç bilmirəm nədə içində açığı. Ya bu toyuğa oxşuyur, ya toyuqdur, ya kotletdir, heç bilmirəm. Ola bilsin donuz ətidir. Kim bilir? Kim bilir? Belə bir çörək var. Şirin çörəkdir böyük ihtimal. Burada müştərilər mənə baxır ki, elə bir aydan satdan düşmüşəm. Video əlimdə kamera aydan satdan. Ha burada yoğurtlar var belə burada. Bunu mən aeroportda da görmüşdüm. Bunlar yoğurtlardır böyük ihtimal. Prosta çox bahalı. 17 yuanca. Yəni çox bahalı. Ola bilsin bunlardan götürdüm. Bunlar kompot tərzi bir şeylərdir. Ya da bunlar. Bu xiyar şeydir, nə bunadır? Xiyar, limon və deyəsən ananasla banandır, səhv eləmirəmsə. Bunu yığacam indi bunu. Bunları buranı da göstəreyim. İndi bir dənə özümə bir şey götürüb çıxacam indi buradan. Burada belə bir şeylər var, snacklər. Red Bull'dur. Bir dənəsə bir spirtli içkidir deyən səhv eləmirəmsə də. Lipton'dur. Deməli, nələr aldım mən? Nələr indi göstərəcəm. Bu belə bir içəcək aldım. Limonaddır. Bunu mən aldım adısa da 4.90 yuan ya. Ben belə noodle aldım. Dedim bunu birdən acaram, oteldə yərəm bunu. Qardaldan ötürü ölürəm, ən sevdiyim şeydir qardal. Ona görə belə bir dənə balaca, bir dənə də belə yekəsini aldım. Bir dənə belə bir cips aldım. Deməli bayaqlarım powerbank taxmışdım, kamera zərətçisi öldü. Ona görə göstərəmədim tam olaraq nələr zakaz elədim. Yəni düz gördünüz, yəni hamısını məncə göstərdim. Necə bir dad olduğunu desəm, hamısı yaxşı idi, yəni pis deyildi. Məncə yəni burada yeyiləsi çox şey var. Yəni həqiqətən ləzzətli snacklərdə belə atışdırmalıqlar, yəni cipsi deyim, şirniyyatı deyim onları. İnşallah bu günə hələki deyirəm, hələlik bəsdir. Allahın izni ilə sabahlarım inşallah ilk işim artıq şəhər turuna çıxıb şəhəri turlamaq olacaqdır. Bu günlük hələlik.